Cəmiyyətdə artıq uzun müddətdir ki, köhnəlmiş yaşayış fondunun yeniləməsi ilə bağlı bir çox müzakirələr aparılır. Bu istiqamətdə müəyyən təhlillər aparılmışdı ki, qeyri-rəsmi məlumata görə ölkədə 11 minə yaxın köhnəlmiş yaşayış fonduna aid çox mənzilli binalar var ki, onların artıq bir qismi qismən qəzalı və köhnəlmiş hesab olunur ki, onların sökülməsi nəzərdə tutulubdur. Eyni zamanda son illər ərzində Bakı şəhərinin baş planın hazırlaması ilə bağlı bu proses dayandırılmışdı. Bir çox tikinti şirkətləri köhnəlmiş yaşayış fondunun yenilənməsi istiqamətdə işlər apara bilmirdilər. Lakin gözlənilir ki, artıq 2025-ci il ərzində bu prosesə start veriləcək. Lakin işin başqa tərəfləri var ki, 11 min mənzilin sökülməsi Sovet hökuməti dövründə çox uzun müddət bunun üçün vaxt sərf olunmuşdur. İkinci Dünya müharibəsindən başlayaraq da Sovet hökumətinin dağılına kimi bu proses getmişdir. Ələxüsus 70-ci illərdə yeni inşaat normativləri və strukturları təqdim olunana kimi inşa olunmuş yaşayış fondu artıq tam olaraq yararsız hesab olunur. Ona görə ki, həmin dövrdə inşa olunmuş binaların çoxunun eksploatasiya müddəti 40-50 ilə kimi nəzərdə tutulmuşdur. Misal olaraq Xruşov tipli binaların 60-cı illərin əvvəllərindən başlayaraq inşa olunmuşdur. 70-ci illərin əvvəllərinə kimi. Onların eksploatasiya müddəti 40-45 il üçün nəzərdə tutulub. Həmin yaşayış fondu və buna bağlı digər bir çox yaşayış fondlarının sökülməsi əslində baş planına görə nəzərdə tutulubdur. Lakin bu prosesin kimlər tərəfdən, hansı büdcələrlə tərəfdən icra olunması məsələsi var, gündəmdədir. Ona görə ki, Azərbaycanda cəmi 100-ə yaxın inşaat şirkəti var ki, və onların bu boyda böyük həcmin həyata keçirilməsi ilə bağlı resursları olduqca məhduddur. Burada düşünürəm ki, hökumət tərəfdən planlı işlər aparılmalıdır. Hansılar ki, tikinti şirkətləri bunu icra edə biləcəklərsə, onların üzərinə qoyulmalıdır. Qalan bir hissəsi dövlət təminatı ilə həyata keçirilməlidir.